Salam əziz izləyicilər. Hər birinizi xoş gördük. Mən Əli. Mən Səmər. Bu günləri sizlər üçün bu videoya özəl maraqlı Fox kontenti hazırlamışıq. Bir-birimizə sehirlər göstərəcəyik və onun sirlərini tapmağa çalışacağıq. Görək, mən etdiklərimi Səməd tapa biləcək və yaxud da Səməd etdiklərini mən tapa biləcəmmi? Həm öyrənirik, həm əylənirik. Onda getdik. Videonu bəyənək və abunə olaq ki, daha maraqlı videolarla qarşınızda olaq izləyicilər. Birinci Səməd başlayır. Kart triklərlə olan sehirlər təbii ki. Yenə kart götürürsən, görün bunun sirrini biləcəksən. Bir də kart götürürük və sən baxmırsan təbii ki. Baxmıram. Nə qəşəng kartdır. Aha. Dəstənin ortasına qoyuram və bağlayıram. Təkcə bir hərəkətlə tüm kartlar mavi, yalnız tek bir kart dəstədə öz rəngini dəyişir. Yalnız tek bir kart. O da ki, sən seçmiş olduğun kart. Ama diqqətlicə baxsan, əslində heç bir kartın rəngi dəyişmir. Yox, burada nəsə var. Nəsə var bunun trikində qəşəng. Eybi yox. Bu məni kartla allatdı. Rəngini dəyişdirdi. İndi keçək. Mən o qədər də kartla iş görməsəm də, məndə də maraqlı sehirlər olur təbii ki kartla. Gəlin birlikdə baxalım. Əlimdə fərqli kartlar var. Hər kartdan demək olar ki var 52 dəstə. Sən də baxırsan. Fərqli kartlar. Bir yerdə istədiyim bir yerdə dayandı. Dayan. Dayanım. Yox, keç. İnanmıram sənə. Keç. Biraz da keç. Dayan. Dayanım. Dayan. Kartıma bax zəhmət olmasa. Bütün izləyicilərə göstər. Mən kartı görmürəm. Kartı qoysam bura. Kartın yanındadır. Və digər kartlar da bu kartın üstünə bağlıdır. Bunu bu səfər sən tapa bilmərsən. Bu səfər mən kartı tapmayacağam. Çünki bayaq sən etdiyin kartı tapmaq idi. Mən bu kartı çoxalmağa çalışacağam. Kartları bir dəfə tərpə edirəm. Sənin kartın bax burada çoxalmağa başlayır. Yəqin ki kartın çoxaldığını görürsən. Kartları ikinci dəfə tərpə edirəm. Kart biraz daha çoxalmağa başlayır. Amma kartları üçüncü dəfə tərpə etsəm və ən üstdə olan kartı götürsəm, bu artıq sənindir. Və izləyicilərə göstərmək istəyirəm ki, burada olan bütün kartlar sənin kartına dönür. Bu da heç bir kart. Bu əla idi. Bunu bəyəndim. Heç bir kartlar bir də belə göstərmək istəyirəm. Diqqətlə baxırsan. Oha, bu necə ola bilər? Və əslində burada eyni kart yoxdur. Bütün kartlar normal formadadır. Kartlara bir də baxmaq istəyirsənsə, sən və izləyicilərə göstərirəm. Normal kartlardır. Heç bir kartda bir də yox. Bunu bəyəndim. Bunu sevdim. Davam edirik təbii ki. Bir dənə kartla sən göstər və keçək başqa sehirlərə. Təzə kartları atıram. Bayaqlar atmışam, sən görmürsən. Qırmızı dəstə, ha? Dəstəni qaçışdırıram. Sən izləyicilərə kartlarımızın fərqli olduğunu göstərirəm. Qoy mən də baxım. Bax. Hə, yox, fərqlidir ya. Mən buradayam. Biz sirrini tapmağa çalışırıq təbii ki. Bir yerdə dur dinlə mənə. Stop. Bax, kart var. Bu. İzləyiciləri göstər. Karta baxma. Mən həmin kartı dəstənin ortasına qoyuram və bağlayıram. Aha. Gördüyün kimi. Onu tapa bilməzsən şey. Düzdür, mən tapmayacağam, amma əlimdə bir şüşədən baxmaq olar. Bax. Okay, normal. Yenə Allah bilsin. Boş idi axı. Onun içərisi boş idi axı. Yox, bu yenə Allahdır. Yox. Gördüm. Mən bunlara razılaşmam. Qarşındadır sən. 2 dənə sehir göstərdi. Sirrini tapa bilmədim. Yaxşı, amma mən səhvləri tapıram. Hələ ki, yaxşı davam edirik. Bir də mən göstərim. Görək sən tapa biləcəksən bunun sirrini. Bunu mən göstərirəm.
Ay səni, ay səni. Ha, bunu tapdın. Bunu sən elə. Evet, Maşa tamam. sələm burasını. Bunu sən göstər. Bunu sən göstər. Yox, kəsmə. Bunu kəsməmək ən maraqlıdır. Ye. Bunu kəsmə. O izləyicilərə görə. Ha, yaxşı. Kəsin olması daha gözəl. Okay. Kəsmə. Alırmaq istəyirdi, bizi alınmadı. Bir sıfır mənim xeyrimə. Mən kartlarla çox iş görə bilmirəm. Yaxşı belə eləyək. Axırıncı triki də mən göstərib keçək fərqli. Çünki bu triki heç mən canlılarda belə göstərməmişəm. Kartlar hamısı ayrı-ayrı düzdür. Bir yerdə istədiyim bir yerdə stop deyilən. Harda istəyirsən. Stop. Stop yoxsa davam? Stop. Stop. Kartımız 10 qara örək, düzdür. Bu kartı sizə göstərirəm. Göstər izləyicilərə. Hara istəsən qoy qarışdır. Hara istəsən qoy qarışdır. Aha. Kartlar ayrı-ayrıdır, bilirsiniz. Və kartı tapmağa çalışıram buradan. Bunu sən Görəysən. tapa bilməyəcək. Ya belə eləyək. Heç kartı tapmağa ehtiyac yoxdur. Tam başqa bir trik. Şurada söndü axıdı. Hep yox. Kartı tapmaq üçün bax, diqqətlə baxırsınız. Olmadı. Bu bir də eləyim. Bunu şey... Keseceğim buradan. Yox. Montaj gözü alınmayan kart değil. A few moments later. Kart tapmağa çalışıram. Bu qəşəng. Bunu bəyəndim. Kartlar da fərqli-fərqlidir. Hər kartdan vardır. Bax, məndə. Sağ ol, bilir. Və kartları yığışdırırıq, keçirik. Növbəti Gördük kartlardan bu kartlar. maraqlı illüziyalara keçirik. Keçsəlirik fərqli bir sehirlərimizə. Bildiyiniz kimi ən güclü sehirbaz bizik, bizdən güclüsü ola bilməz. Ona görə özümüzdən dirəşirik. Gələn videolarda maraqlı sehirlər gələcək. İzləmədə qalın, deyib gülüb əylənəcək və takip atmamızsa bu videoya takip atın, komment yazın. Bu güclü sehirbazdır, yoxsa mən? Kanala abunə olun təbii ki. Və seçim siz arasındasınız. Hansı sehirbaz? Yoxsa heç biri? 3 seçeneği var. Səməd, Əli və yaxud da heç biri. Seçim sizdədir. Və davam edirik təbii ki. Yorumlarınızı gözləyirik izləyicilər. İndi isə maraqlı sehirlərdən biri olan və bir ədəd topla iş görmək istəyirəm. Bir ədəd qırmızı top. Bu sehirin adı var. Sehirbazın qırmızı topu daima cibinə gedir. Amma bunu Səməd və izləyici görmür. Normal top yoxlaya bilərsən. Normal top izləyicilər. Əllərində heç nə yoxdur. Sehirbaz bir topu əlində götürür. Bu top yox olur. Diqqətlə baxsan burdadır. Diqqətlicə baxacağam. Gözün burada olsun. Sehirbaz bir topu əlində götürür. Düzdür? Həmin top yox olur. Hara getdi? Sehirbazın cibinə gedər. Həmin topu sehirbaz oradan götürər. Söhbət bir ədəd topdan gedir təbii ki. Bir də göstərim. Bu səfər hansı əldə olduğunu tapmağa çalışırsın. Əsl sehirbazım, bəs mən tapmadım. Kim tapmadı? Baxın, diqqətlə bax. Həm də top mənim hansı əlimdədir. Görsəndə də deyir burada. Görsənmir izləyicilər. Yuma Bak, bilmədim beni ha. Düzdür, bir əlimdə qırmızı nəsə görsəndə amma. Oha! Bir əlimdə bir top var amma. O da qırmızıdır. Çünki bu Qırmızı sehirbaz top var idi. aldı üstündə. Sehirbazın qırmızı topu daima cibinə gedir dedikdə. Sehirbaz onu cibindən. Sən qazandın bunu. Bu turu sən qazandın. Kilə alqışlar qoysan onu. Ha, indi keçirik fərqli bir illüziyaya təbii ki. Səməd sən başla. Səndən gizlədirdim. Dedin altında. Mən də gizlədə kağız gizlədərsən. Cəmaət pulla iş görür. Bax, şimdi əsl sehirbazdır. Diqqətlə bax. Gördün? Cəmaət, qardaşım. Ya öpürəm səni. Bu kimin? Bundan sonra bağlayaq videomu gedib biraz da bunlardan çıxardasan. Getdi. Sağ olun izləyicilər. Videomuzun sonuna gəldik. Təbii ki, sən də eləyə bilərsən. Pulla səhər göstərə bilərsən sən. Pulu belə çoxalda bilərsən, adı pulu deyirəm, kağızı. Belə çoxalda bilərsən. Tək hələ bilməklə ki, sən pulla göstərə bilirsən. Bu işi mən də bacarıram. Amma məndəki elə maraqlıdır. İzləyicilər hamısı gələcək mənim yanıma ki, bir də bizim üçün də elə. Düzdür, sənin də yanıma gələcəklər kağızla. Sənin yanımdan sonra mənim yanıma gələcəklər həmin kağızların pul forması ilə. Necə?
Tutalım sən onu Evet. pul eləmisən. Düzdür. Mənim Aile üçün bax, kesim. bir paçka. Hareketini Bir paçka, bir kesersin. paçka. Aha. Bir paçka, bir paçka, iki paçka, düz deyil. Tutalım bunu izləyicilər üçün edirsən bir Ne yapalım da paçka. işin olmaz. İzləyici o pulu götürüb gəlir mənim yanıma. Burada mən nə edirəm? Yox 10 edirəm bin təbii. dolar. Təbii ki, yox edirəm izləyicinin pulunu. Yox, şaka şaka. Amma bir sehirbaz sansa bu pulu həqiqətən də çoxalda bilərsən. Təbii ki, bunu etmək Bu mümkündür. neyini arıyor? Bunu etmək mümkündür. Bak bunu beğendim. Milyoner olduk da. Burada bir dakika güzel mahsusunda. Aktörə taxırsan. Aa, sağ ol. Və bu qədər. Bir daha videoya ihtiyaç kalmadı bence. Videonun pulu çıxdı. İzləməyə şey olanda. Hə, vəbşəm, pulları qoyuruq kənara. Pullarla işimiz yoxdur. Və pulla qurtardı. Bugün möhtəşəm sehirlər elədik. Peki İndi keçək növbəti sehirimizə. Başqa sehirlərdən Aha, başka sehir? sən maşallah professorsan ki, kartlar oradan çıxdı. Əsas kart çıxartma ilə deyil. Hansı birini istəyəcəydin deyirəm ki, Onu istiyorum. dəqiq. 100%. Onda qəbələ eləyək. Ağızdan kart çıxartmayı səni saat etməyi vəlli. Və təbii ki, tək bir saatdan gedir. Bu necə eləmişsən? Bugünlük bu qədər. İzləmədə qalın. İnşallah ki, videoların davamı gələcək. Əgər bu tip, yəni iləride sehirbazların yarışı olacaq, yeni bir dənə maskalı sehirbaz var ki, onu heç kim görməyib. Azərbaycanın demək olar ən güclü sehirbazlarından biridir, bəlkə də hələ nömrə 1-dir. Amma kim olduğunu heç kim bilmir. Maska. Onu bura sizlər üçün götürüb gələcək. Ona görə izləmədə qalın. Kanala abunə olun, bizə dəstək olun. Həm deyək, həm gülək, həm əylənək, həm öyrənək. Yəni biz də bildiklərimizi sizlə bölüşürük. İzləmədə qalın. Sağ olun, salamat qalın. Sən də Sağ olun deməksən. izleyiciler. İzlediğiniz için herkese teşekkürlerimizi bildiririk. En asası YouTube'da yeni abone olmamızı gözləyirik. Abone hardan olduğumuzu. Buralardan bir yere koyarız. Aşağılardan və bir yerdən bir dənə bir dənə videom bəyənib yorumlarda yazın ki, bu yaxşı sehirbazdır, yoxsa mən. Yəni göstərdiyimiz triklər. Əli yazırsınız ya da Səməd yazırsınız. Əli və yaxud da Səməd. Mənim izləyicilərim mən bilirəm ki, həmişə mənə dəstək verəcəklər. Öpürəm hər Mənim sən birinizi. danışmağa ehtiyacım yoxdur. İzləyicilər üçün göstərəcəklər. Sağ olun, salamat qalın. İzlədiyiniz için teşekkürler. Sağ olun.